Okey. Keçən dəfə harda götürüm. Keçən dəfə harda qalmışdı? Səsim gəlir? Baxın. Gəlməm. Əla. Keçən dəfə biz qalmışdıq demək. Biz ümumiyyətlə buranı işləmişdik də. Bu data preparation'dır, sonra bəzi visualization'lardır falan bunları işləmişdik. Burada çox bir şey qalmayıbdı. Explorative data analysis'də bu hissəyə baxılmışdı. Datamızın formatını bilirdik ki, biz numerical feature'larda, hər hansısa bir bu variable-dan əlaqədar şeyimiz yox idi də bu. Dependent variable-ımız bizim stay-in idi. Nə qədər zaman qalacaq, neçə gün qalacaqlar hospitalda. Numerical variable-larımız bizim hər hansı bir correlation olmadığından bu feature'ların istifadə yararsız olduğunu qəbulləmişdik. Data preparation bax var idi burada hamısı bizim dəyərlərində. Biz decision tree modeli qurmaq istəyirdik. Information gain nə deməkdir? Bax bu gəlin bura başlayalım. Məncə bu hissənin üstünə düşək. Gəlin buradan başlayıb gedək. Bəziləriniz əminəm hələ tam anlayış göstərə bilməmisiniz. Bax, what is decision tree? Decision tree are the type of supervised machine learning. Bax, supervised machine learning. Bir dənə sual verim sizə. Supervised machine learning algoritmlərlə unsupervised machine learning algoritmlər arasında fərq nə idi? Bilən var? Supervised'da labeled data olur. Unsupervised'da o labeled data verilmir də. Hə, labeled data nə deməkdir ümumiyyətlə? Bir də onu da deyə bilərsən. Elə bil ki, məsələn bu stay-in var, bu supervised'da o veriləcək. Amma unsupervised'da onu biz özümüz deyəsən eləməliyik. Hə, deyəsən deyə də elədir. Elədir. Deməli necədir? Elə supervised learningdə outcome var. Biz bilirik ki, bu olanda nə olmuşdu? Bu olanda nə olmuşdu? Unsupervised learningdə deyir ki, biz qruplara bölsəcəyik. O qruplar arasından tapın ki, bizə hər hansısa bir outcome yoxdur. Bəlli deyil ilk başdan. Heç bir zaman. Bizim training modelimizə outcome-ı yerləşdirmirik. Sırf training modeli ümumi logiklər qurur. O logikə görə qruplara bölür və bundan sonra gələcək test dataları həmin qruplar içərisindən birinin içərisinə düşməlidir. Hər bir anda. Okay? Sonra supervised learningdə bizim həm classification, həm də regression testlərimiz var idi. Yəni, o tip modellər qurula bilər. They are often used in business and how does decision tree work? Decision trees works by recursively splitting the dataset into smaller subsets based on features that provide the most information gained at each step. Bilir nə deməkdir bu? Anlaya bilirsiniz? Yəni, decision tree deyir ki, recursively, yəni davamlı olaraq dataset bölünmələrə bölünür. Hansı ki, daha çox informasiya qəbul edir. Yəni ki, məsələn, A, bir dənə bizim toplumumuz var. 2 dənə cəmiz, bir dənə split olur. A və B deyə. Bildiniz? O A və B bölünmənin özü baxın ki, bu A qrupu daha çox informasiya verir. Bir də B qrupu öz aralığında daha çox informasiya verir. Ona görə A və B qruplarına bölünür. Və baxın ki, orada baxın ki, əgər 3 dənə fərqli bölünmələrə bölünsə daha məntiqli olur. Yəni ki, o 3 dənə fərqli qrup, yəni subset öz aralığında çox məlumat verir. Onda 3 dənə qrupa bölür. Yəni A, B, C deyə bölür. Okay? This process continues until the subsets are pure as possible. Yəni ki, bir zaman sonra artıq o hər hansı bir informasiya geyini olmur. İnformasiya geyini sıfıra düşür. Öz bölünmələr, subsetlərin içərisində olan bölünmələrlə. O zaman da artıq yəni biz leaf nota, yəni ki, son terminal nota gəlişmiş olur. Terminal nota ən sonuncu notdadır. Okay? Meaning that they contains as few mixed class labels as possible and until the stopping criterion is met when the maximum depth is reached. Maksimum depth nə idi? Nə bilən varmı? Maksimum yəni dərinlikdə məna. Ya, maksimum dərinlik nə deməkdir?
Yəni ki, Decision Tree-də demişdiniz ki, ən axır orada şeylər var idi da, budaqlanmalar var. Ən axırıncı, yəni gedə bildiyi şeyə qədər, necə deyim, noda qədər. Ən axırıncı noda Ən qədər. axırıncı, ən uzun nota qədər bilir. Yəni ki, bax deyək ki, bəzi bizim information gainlərimiz, bəzi bizim splitlərimiz daha erkən bitir ki, nəinki digərlərimiz. Okay? Əgər bizdə biri 3-cü notdan sonra bitərsə, biri 5-ci notdan bitərsə, bizim maksimum dəbimiz 5 olur. Bilirsiniz? Məsələn, gəlin buradan görüb baxaq. Deyək, burada information gainində bax, bizim dəbimiz 1, 2, 3. Əgər deyək ki, bu hissə, bu splitin yoxdur. Bax, bu splitin yoxdur. 2-dir bura. Burada bitir. Amma burada bizim 3-cü splitimiz var. Bizim maksimum dəbimiz yenə də 3-dür. Okay? Maksimum dəb də deyirlər buna. Yəni decision tree dəb də deyirlər buna. Maksimum sözü işlətməyə ehtiyac yoxdur. Bəzən məsələn görəsiniz ki, what's the depth of the tree deyəndə yenə biz maksimum dəb tapmağa çalışırıq. Okay? Anlaşdıq? Bəli? Hə, information gain-i anladıq. Information gain deməkdir ki, yəni biz split hər split anında biz nə qədər şey edirik də, nə qədər informasiya toplayırıq. Okay? Entropy Record eləyirik dərsi. Bəli? Dərsi record eləyirsiniz. Bəli, eləyirəm. Hə. Hə, görə bilmirsiniz siz record olub olmadığını? Yo, ekrandan görsəm, toza hər ala qarşı dedim də birdən yaddan çıxır. Hə, bir şey yox. Hə. So, entropy before split. Entropy də ki, bir şey informasiya, information gain iki hissəyə bölünür. Information gain harınçıdır? Buna deyirlər, entropi də deyirlər bəzən. Entropi ilə information gain aşağı-yuxarı eyni şeydir, amma bir fərqi var ki, information gain overall götürülür. Yəni, bütün bu splitdən olan informasiya. Amma bir də bu split vaxtı bir splitdən qabaq decision olur. Yəni, decision tree, yəni decision nə deməkdir? Qərar vermə. Qərar vermə bir splitdən qabaq olur, bir də ki, sonra olur. Yəni, qabaq nə olur? Qabaq bu üçündür. Bir qərar veririk ki, okey, biz neçə hissə biləcəyik bizim bu datamızı, neçədən hesab edə biləcəyik. Və axırda qərar verir ki, okey, nə qədər informasiya oldu hər splitdə və növbəti bölünmələr üçün. Okey? Bu information gain-i biz harda istifadə edirik sonradan? Information gain-i bax, information gain burada olur. Bilirsiniz birinci. Bax, buna bir də entropi deyək. Not zero. Informasiya toplanır, biz bildik ki, 1-2 hissəyə böldük. Yəni, biz informasiya anladıq ki, bu qrup bir halda olmalı, bu qrup bir nəticəyə düşməlidir. Belə bir şey. Bildik? Yəni, sözlə çox aldanmayın. Söz önəmli deyil, yəni, o qədər də. Sadəcə olaraq konseptini anlayın, yəni. Bildiniz? Gəlin, şeyə baxaq. Buradakı bizim, yenə də, diləmək, yəni də eyni danışmışdıq biz bunu, amma yenə də danışaq bir daha. Çünki yaddan çıxmasın, yaddaşımıza hək olsun deyə. Let's visualize the decision tree and examine the tree's decision rule. Visualizing a decision tree can help you understand belə bir şey. So, root node nə idi? Bizim root node'umuz buydu. Node 0. Okay. Ondan sonra identify the internal nodes. Internal nodlarımız bizim leaf noddan qabaq olan digər nodlarımızdır. Bilirsiniz? Internal nodlarımız nə bizim root node deyil. Root nodumuz bir dənə olur olsun. Root nodumuz root nodedur. Bu isə internal node isə bunlardır. Bunlar bu hissə. Burada olacaq, bura yox. Son nodlar yox. Son deyil yəni. Ortada olanlardır. Sonra leaf nodumuz bəllidir. Leaf yarpaq nodumuz ən sonuncu nodlarımız. Ondan sonra bölünmə ola bilməz. Pass from the root to a leaf node. Pass to, bax bu pass'da, bax bu yol. Bilirsiniz? Bunun hamısına, yəni buradan bura kimi olan roda pass road deyirlər. Future importance. Future importance nə deməkdir? Buranı çıxacam mən. Future importance nə deməkdir? Görmənci istəmirəm.
Hı? Müəyyən bir modeling taskda feature importası nə deməkdir? Danışmışdıq bax biz bunu. Feature import yani bir feature'ın parametrini yani ne kadar önemli olduğu da yani gösteren. Bir feature parametri. Parametre nə demək? Niyə parametre? Feature'ı şey kimi gösteriyorum. Yani feature veya parametre yani sinonim bir şey kimi yani başka dilde yani. Yox, biz model quranda deyə bizim independent variable'larımız var da, 5 dənə 10 dənə independent variable'ımız var. Bu independent variable'ların bizim modeldə olan əhəmiyyəti. Bu deməkdir. Bax feature nə deməkdir? Feature. Feature independent Feature variable'lar demek deməkdir. variable'da başka adı parametre demek olur da var. Hə, onların modeldə olan əhəmiyyəti deməkdir. Biz onu haqqında görəcəyik. Analyze the class distribution. Class distribution o deməkdir? Ben klasların distribüsiyası da yani kategori gruplaşdırma alan ve dağılımını analiz etmek. O axırda belə leaf deyirik ona biz belə çıxırıq. İndi onlar arasındakı fərqlər olur da o. Hər hansı klasslar düşür? Bu klass 3'dür. Bu klass A deyə bilər, buna B deyə bilər, buna C deyə bilər. Bilirsiniz? Öz aralarında bölünmələr, onlara deyirlər. Distribution. Öz aralarında olan distribution bilir. Leaf notdan distribution. Yəni bu bir dənə öz distribution'dur, bildinmi? Yəni bu notda olan şeylər bir distribution'a bağlıdır yəni. Aha, neyse. Explain the decision tree. Finally, you can explain the decision tree made by decision tree by summarizing the paths taken from the root to a leaf node and the class label. Okay, never mind. Gəlin biz bura girək. Bax, bir dənə bunu anlamağa çalışaq. Bax, bu table anlamağa çalışaq. Çünki önəmlidir. Yəni, bir sözdən nə olduğunu deyəcək sizə. Burada bir dənə Python kod var. Bunu əzbər bilməyənə ehtiyacınız yoxdur. Bunu harada yazsanız çıxacaq yəni. Buradan götürüb istifadə edə bilərsiniz. Bu nəyə verir bizə? Bu ümumiyyətlə bizim decision tree necə qurulur və olan bütün pathway danışır yəni. Necə inkişaf edir də, yəni ki, nə qərarlar verilir. Bura gələcək, deməli nətərdir? Root nodumuz nədir? Department gynecologiya. Gynecologiyanı götürür, deyir ki, 0.5-dən balacadır. Bilirsiniz, bax belə. Sonra bəzi qərarlar verir. This is the starting point of the decision tree, which means that the gynecology department result in the highest information gain among all the features. If the value is less than or equal to 0.1, the left branch is taken, so greater than the right branch is taken. Nə demək istəyir? Deyir ki, bax, bizim analiz eləmişdik bizim datamızı. Biz datamızı analiz eləmişdik bəyəklərim. Biz görmüşdük ki, bizim department kateqoriyasında ən çox istifadə olunan ginekologiyadır. Sən bir də baxaq. Hara görmüşdük biz bunu? Ginekologiya. Ginekologiya, bax. Ginekologiya. Departmentdə ən çox 69% hardasa. 68-dən çox. 68-5 deyirlər. Bunu razılaşdıq biz burada. Okey, biz burada razılaşdıqsa o zaman buradan qərar vermişik. Deyir ki, yəni ki 0.5, yəni minimum 0.5 ginekologiya olanda düşür. Ötə deyim. Bura düşür. Olmasa bura düşür yəni. Okay. Ondan sonra internal node demişik. İnternal node nədir? Age, yaş kateqoriyası. Biz də görürük ki, burada yaş kateqoriyasında bu niyə bunlar verir? İnformasiya gain nə deməkdir? Bax, görürsünüz, ən çox olanları götürür, diqqətən alır. Ən çox olanları. Öyləyəs, bu decision tree özü bölür ha bunu. Yəni, hansı feature-da, categorical variable-da, hansı daha çox işlə görübsə, orada daha çox informasiya olduğuna görə özü avtomatik elə bölür. Bizim bunu özümüz avtomatik əldə eləməyimizə ehtiyacımız yoxdur. 0.5-i o da avtomatikdir. Amma sən bunu dəyişə bilərsən. 0.5 yox, 0.6, 7, 8, 9 qoyub daha
şeylər bilərsiniz də, o hissəni daha da balacalaşdıra bilərsiniz. Seçmişəm ki, mən daha çox informasiya, daha çox öyrənən bir şeylər olsun. O zaman 0.5 də daha da böyütüb 0.6 isə 7, 8, 9 da qoya bilərsiniz. Sonra görüb ki, okey, Age kateqoriyasında 31 40 ilə 40 50 daha çox üstünlük düşübdür deyə onları da şey elibdi. Bölmələrə çalışıbdı. Bilirsiniz? Bizdə de bax burada görürsüz. Bax bu age kateqoriyasını bölübdü 31 40 arasında. Bilin? Və burada şeydə yuxarıdır deyə burada ki artıq available roomları bölübdü. Çünki burada 31 40-ı böləndən sonra bura düşən kateqoriyalar artıq 41-50-dirmi, yoxsa 31-40-ın arasındadırmı? Bildiniz? Oradan sonra yenə hissələrə bölübdü. Squad error götürübdü. Squad error. Bax, görürsünüz. Bax, indi bura nəyə gəlir? Birinci department üçün. Çünki bizə ən çox işləş olan hissə departmentin çoxluğudur. Department 69% olduğuna görə. Biz burada birinci qərar verdik. Buradan sonra düşür aşağı. İkinci bir lifə. Burada sadəcə yaş qrupuna görə bölüşdürmə olubdur. Bax, amma görürsünüz, burada numerical featureləri ayrıca qeyd edilibdir burada. Bunlara görə bölünmə nəzərə alınır, amma hər hansı bir kateqori tövəri olmadığına görə dəqiq gözdən görülən bir şey yoxdur burada. Gözdən görülən kateqorikallardır. Ondan sonra 31-40 göstəribdir. 31-40 0.5%-dən aşağıdırsa, o zaman 40-45-ə düşür də, daha az hissə olunursa. Və yəni 0.5-dən yuxarıdırsa, o zaman bu kateqoriyaya düşür. Sonra burada içərisində bölüşdürmə eləmək lazımdır. Burada özü gəlmişik yenə tezdən department olaraq bölünmə olubdur. Departmentdə görə decision olubdur. Burada yenə gəlmişik. Hara görə yaş kateqoriyasına görə yenə bölünmə olubdur. Okey? Məndə çox da çətin deyil yəni. Bagging nə idi? Bilən var. Uşaqlar. Elə bir bootstrap eləyirdik birinci biz. Bootstrapda nə idi? Atıram 200 dənəsə, bəs eləmirsə 300 eləyirik, 400 eləyirik belə. Ondan sonra onu biz tree formatında gətirdik, classification'dırsa. Sonra o axırıncı olan dataları biz analiz edirdik deyəsəm. Tree-based tək classification üçün olmuş, regression üçün ola bilər tree-based. Hə, regression üçün qarşılayır. İkisi üçün ola bilər. Sadəcə decision'da ən sonda demək nə deməkdir? Bagging sadəcə olaraq bootstrapping eləyərək bootstrapping aggregation görürsünüz bax. Bootstrap aggregation. Nə deməkdir bu? Yəni ki, biz datamızı hissələrə bölürük. Bu hissələri öz aralarında predict edirik və predict edədiyimiz şeyləri və nəticələrin ortalamasının numerical'dırsa feature'larımız, categorical və this final outcome'ımız bizim numerical'dırsa, o zaman biz bütün bu tapdıqlarımız cavabların, yəni ki, outcome'ları ona average'ini götürürük, ortalamasını götürürük və onu bizim modelimizə əşləyirik. Əgər yox categorical-sə, biz orada artıq voting veririk, ən çox işləş olan cavabı onu modelimizdə train edirik, yəni modelimizdə əks etdiririk. Okay? Burada deyirlər, bagging sort of boosting aggregation is an ensemble learning technique that involves training multiple models on different subsets of training data, then combining their predictions. The idea is to reduce variance and overfitting by averaging the predictions of many models. Gördünüz? Yəni çoxlu model qurub, hissələr bölüb, ondan sonra da artıq edirik, predict edirik. Debugging regression is a type of bagging algorithm used for regression tasks. Bax, regression aslında. Amma şey düşün. Təbii ki, daha çox regressionda istifadə olunur. Yəni numerical'da. It involves training multiple regression models, decision tree, on different subsets of training data, then combining predictions by taking the average. Neyse, bax decision tree modeli ən çox işləş olan modellərdən biridir bu arada. Və daha çox regression modelləri üçün istifadə olunur.
How does Bagging regressors work? Bagging regressor works by generating multiple subsets of training data by randomly selecting data points with replacement. On the same data... Ha, neyse. Bu nə deməkdir? Anlayan var, danışmışıq biz bunu. Bax, selecting with replacement nə deməkdir? Elə bil o biz bunu şey eləyəndə danışmışdıq, deyəsəm. O elə bagging eləyəndə danışmışdıq. Hə. Yəni o dataların yerlərini dəyişə-dəyişə hazırlayır. Onu da elə elə artırır da bagging eləyir. Belə bootstrap eləyir. Yəni istədik ki, Elə deyil. bax bir datasetdən subsetlər götürür və subsetlər götürəndə eyni observation multiple time götürə bilər yəni. Hər dəfə götürür, subset düzəldir, sonra yenə qoyur yerinə. Sonra ikinci subset seçəndə ola bilsin ki, eynisindən götürsün yəni. Hər seçimində ola bilsin eynisini götürə bilər yəni. Ona heç bir şey yoxdur, limitation yoxdur. Okay? Each subset is used to train a separate regression model and the prediction of those models are combined by taking their average. Gördünüz? The idea behind this approach is that by training multiple models on different subsets of data, you can reduce the variance and overfitting of the final model, while still maintain the same bias as a model trained on the entire dataset. Bu nə deməkdir? Bunu anlaya bilən olur. Bax, bu axırıncı cümləni anlayan ola bilər. Mən belə başa düşdüm ki, yəni deyir ki, elə bayaqdan anonsda onları deyirdi. Yəni bir datanın içindən müxtəlif subsetləri götürürük. Onları yoxlayırıq. Sonra bu vasitə ilə biz həm variansı, həm də overfittingi azaldırıq. Yəni ümumi modeldə. Logic wise niyə azalır? Data eyni qalır. Niyə azalır? Sizcə niyə azalır? Sizcə bax, okey. Bax, bias nə deməkdir? Yəni düzəldir idi. O comments var idi. Siz başa salmışdınız. Yəni ki, hər dəfə elə bil ki, düzəldə gedir idi. Belə bu formada. Yəni eyni data düzəldə gedir. Yəni axırda yəni finalda yəni bizə lazım olan necə deyim, modelə gətirib çıxardırıq onu. Yəni data bizə qarışıq formada verilir. Amma qarışıq bizə lazım deyil. Bizə lazım ki, o datanı bizə lazım olan formata gətirib çıxardaq. Onun üçün də yəni əvvəlcə qruplara ayırırıq. Yəni ki, o qrup şəklində əvvəl işləyirik, sonra geri qaytarırıq. Sonra belə comments-də də o formatdaydı da. Yəni ayırırıq, düzəldirik, sonra təzədən yəni bu formatdayım. Mən belə başa düşürəm. Evet, qaçışdı. Okey. Bir mənada doğrudur, amma biraz qaçışıq danışıldı. Yəni bir də məsəl üçün bir datanı müəyyən bir hissəsini tutaq biz nəsə bir model üstündə train edirik də. Bu overfit ola bilər də daha çox. Amma məsələn müxtəlif subsetlər götürsək, onda elə bir fərqli növlərə baxırıq axı. Onda overfitting azalacaq da. Atıram, sabah bu gün başqa bir data əlavə eləyəndə overfit olmayacaq da. Onu da modelimiz o data üzərində də işləyə biləcək. Yəni biraz belə subset daha çox olsa, modelin overfiti biraz azalır da, belə başa düşürəm. Okey, bəli. Bax, iki dənə şey azalır. Görürsünüz, biri deyir ki, bias azalır. Niyə? Bias nə deməkdir? Yəni datamızın daha çox bir yönümlü olması, yəni müəyyən bir kateqorinin daha çox üstünlüyü olması, nəinki digərlərinin. Məsələn ki, əgər deyək bizim 100 dənə bir datamız varsa, 60'ı bir kateqoriyaya girirsə, 40'ı da girmir də. Biz bəzi modellər, onda biz model quranda, yəni orada artıq biz bu fərqli subsetlərə böləndə biz hətta elə bir modelimiz olacaq, elə bir subsetimiz olacaq ki, orada 60% yox da 60% içərisində gəlin 5% götürəcək, digərlərinin içərisində də 95%. O zaman həmin subset bias olmayacaq artıq. Onda bizim bias problemimiz çıxır arada. Overfittingdə onun kimi. Overfittingdəki artıq biz dəfələrlə eyni fərqli subsetlərə baxırıq.
bir datasetin içerisinden çıxan və ondan sonra da biz də decision'ımızı onun üzərindən qururuq. Yəni o da ki, overfitting məsələsini həll edir. Okay? Nəysə, bir sözlə şeydir, bagging regressorlardan overfitting problemi çox olmur yəni. Random forest regressor. Bax, bunu bir də mən bilmək istəyirəm. Həmişə mən özüm deyirəm bunlar. Mən bir dəfə Bapopo'da yazmışam da. Mən istəyirəm görmüşsünüz, həqiqətən oxuyub anlaya bilirsiniz. Çünki niyə görə bunu istəyirəm sizdən? Bir də düşmüşəm bu gün onun üstünə. Bilmək istəyirəm görüm, mən dərs deyəndən sonra gələcəkdə baxanda bunları anlayış doğra bilərsiniz, yoxsa necə olacaq? Bax, bu nə deməkdir? Bunu bir dənə oxuyun, 2 dəqiqə vaxt, 3 dəqiqə vaxt verəm. Ondan sonra 3 dəqiqə vaxt verəcəm. 26-29-a deyənəcəm. Onu 2 nəfər fərqli üçün məzə eləməyə çalışsın. Çünki, bax, bu Random Forest Regression modeli nə zaman olur olsun, harada olsun, intervyuya girəndə sizdən soruşulacaq bir şeydir. Çünki bu, həqiqətən sizin müəyyən bir anlayışınız varmı modelin haqqında, yoxdurmu? Bunun üzərindən gəldik. Bilməm, niyəsə belə, amma çox dəyişik işləş olan bir şeydir. Yəni, siz bunu əzbərə bilmərsiniz. Okay? 3 dəqiqə vaxtınız başladı. 2 nəfərdən soruşacağım. Şu an 1 dəqiqəniz qaldı. Mən istəsəz öz fikrimi deyim. Yox, yəni o hamı qutarsın. Gözlüyümü. Qutarsın, o deyirlər. 1 dəqiqə vaxtımız var hələ.
Okay, başlayalım. Buyurun. İşte. Ad çəkirsiniz yoxsa kim istəsin? Başla. Üçün deyilərsiniz. Yəni mən belə başa düşdüm ki, burada məsəl üçün bizdə bir model olur, training modeli. Bu modeli məsəl üçün bizə Decision Tree-də ümumi data üzərində deyil də, onların datanın qrup hissələrə ayırırıq. Həmin o training modeli həmin qrup random götürmüş qruplarda train edib yoxlayırıq. Və sonda da hamısını birləşdirib bir average şey götürürük, necə deyim, qiymət götürürük. Hansı ki hamısına aid edirik o average-i. By averaging, make prediction for a new data by averaging the prediction all of the trees in the forest. Aha. Bu formada. Hı. Mhm. Özünü anlayabildiniz dediniz yoxsa? Elə İngiliscə bir dəfə yadınızdadır, belə bir şey demişdiniz dərsdə. Məsəl üçün dediniz, essay üçün nəsə nümunə götürmüşdünüz ki, məsəl üçün dediniz sinifdə atıram 6 nəfər var. 6 nəfər məsəl üçün bir şey götürürəm, bir data məsəl üçün atıram Leyla ilə məsəl üçün Şahanəni götürürəm, train edirəm, sonra qaytarıram Leyla ilə Şahanəni məsəl üçün replacement. Aha, sonra digər məsəl üçün tələbəni götürürəm, sonra təzədən qaytarıram. Yəni train elədiyimi təzədən qaytarıram, random götürürəm. Yəni məsəl üçün bir götürdüyüm qrupu məsələn qıraqda qalıb növbəti qrupa keçmirəm. Yəni train elədiyimi təzədən qaytarıram. Yəni təzədən növbəti qrupu seçirəm və onu train edirəm. Var axı. Var. Random forest nədir? Bagging. Regressordur. Random forest bagging regressorlarından biridir. Bagging regressor ən başlıca farklarından biri nədir? Bax, bu split eləyəcək biz datamızı splitlərə bölürük. Bir dənə nüans var burada. O hansı nüansdır? Başa düşmədim tam necə? Başqa bir nüans da var da biz datamızı bölüşdürürük subsetlərə. Necə bölüşdürürük subsetlərə? Hə, okey. Bir dənəsi budur ki, biz replacementdən seçirik subsetlərimizi, eləmi? Yəni ki, hər dəfəsində bir dənə observation götürürük. Observationla qoyuruq bizim subsetimizin içinə, sonra observation geri atırıq. Yəni təzədən bir dənə pick hansısa bir. Aha, bu formada, aha. Yəni deyək ki, bizim 100 dənə bizim pointumuz var, 100 point. Hər pointumuz bizim şeydir. Bir dənə şeydir, observasiyadır. Observasyonda biz bilirik də 100 dənə entry'miz var. Bu 100 dənə row'umuz var da informasiya. Deyək ki, bizim datamız 100 dənə row'dan ibarətdir. 5 dənə də bizim şeyimiz var, independent feature'imiz var. 5 dənə independent feature'imiz var. Biz subsetlər seçəndə 20 dənə subsetlər seçirik. 20 dənə entry'li. Yəni 100-dən 20 seçirik. Bu 120 seçəndə deyək ki, hər bir A1, A2, A3, A4, A5, A20. Elə A1-dən ayırmaq üçün bizim bu şeylər rəqəmləyirik. Bizim bu pointlarımız, bizim bu observasiyalarımızı subsetin içərisində olan. Bizim A1 ilə A8 məsələn ki, ikisi də eyni şey ola bilər. Yəni biz hər dəfə seçəndə ola bilsin ki, bir dənə subset içərisində eyni entry-ni 2 dəfə seçə bilərik. Bu 1. 2. Hər bir subset içərisində deyək, subset A, B, C, 3 dənə fərqli subset düzəltmişik biz. Bildiniz? 3 dənə üçün train edəcəyik. Bir subseti mən deyək ki, bu 5 dənə kateqori, 5 dənə mənim features var idi da. 5 dənə features'ın ilk 3 dənəsini götürürəm və yaxud ki 1, 3, 5-cini götürürəm. 3 dənə feature götürürəm bunların içərisində. Digər kateqorida mən bu feature'lar yox da başqa feature'lar götürə bilərəm. Bilirsiniz? Yəni feature'ların hamısını götürməmə ehtiyacım yoxdur. O da random olur. Yəni mən randomu decide edirəm ki, okey, mən 5 dənə feature götürəcəm buradan, ya 3 dənə feature götürəcəm buradan. Hər subset üçün. Bilir? Subsetin özünün entry'lərin qəbul götürülməsi bir başqa aləm, o replacement'dan olur. Bir də kateqorilərin. Bax, nə deyir burada? Görürsünüz bu şey?
For each subset, train that decision tree on a random subset of the features. Yani bax, generate multiple random subsets of the training data. Yəni training datamızı hissələrə bölürük, subsetlərə bölürük randomly with replacement. Ondan sonra hər subset içərisindən, hər bir subset içərisindən random seçir featureləri. Yəni, nə qədər azalır da, bizim hissə daha da şey edirik da, spesifik edirik. Okay? Then onlar üzərinə şeylər edirik biz. Sanırım. Decision tree modeli qururuq və cavabını tapır, sonra da average'ini tapırıq. Okay? Bizi bunu mən deməməliydim, bir nəfərdən soruşmalıydım, amma konsept olaraq budur. Bir də izah eləyə bilər mən dediyimi mənə geri. Yəni burada elə bil baggingdən fərqi odur ki, qısaca baggingdə biz eləyəndə bütün axırda hamısını götürürük də. Amma burada təsadüfi seçirik də elə bil ki. Featureləri də əlavə, aha. Bəli. Feature də əlavə seçirik. General bagging. Yəni hər bölünmə nöqtəsində bir dənə təsadüfi. Bax, general bagging nədir? İkinci point var ya, bax bu point. Olmur. Birinci point, üçüncü point. Və şeydə random forest ikinci pointdə olur. Anlaşılır? Evet. Okay. Gəl random forest modeli quraq. Random forest regressor estimators 100. Nə deməkdir? N estimator 100 olması nə deməkdir? Hı? 100 dənə decision tree-dən qurur onu. Neçə hissəyə böləcəyimizi göstərməliyim. Sonra. Yəni 100 dənə iteration, yəni 100 iteration keçəcək, yəni. Okay. 100 iteration, yəni 100 dəfə fərqli bir şey model run olacaq, subsetlərə bölünəcək, sonra o cavablar çıxacaq. Biz görəcəyik, bizdə random forest 100 dənə çıxı informasiya verəcək. Gələcək bölgüm burada trainingdə göstərir. Arası. Yoxdur. Maybe yox. Yəni ki, 100 dənə iterationdan keçir, 100 dənə fərqli modellər qurulur və onların ortalaması tapılır avtomatik backenddə. Bilirsiniz? Buradaydı. Ondan sonra biz yenə eyni formatda fit edirik trainimizdən training datamıza bizim modelimizi ki, bu databazı üçün train olsun. Sonra da model performance regression deyə performance matriximizi çıxardırıq test datamız üçün və biz görürük ki, bizim şeyimiz MS'imiz 130'dur yəni. RMS 130'dur, MA'yi 86'dır. R-square 97.3'dür. Çok mükemmel nəticə deyil. Nədir? Normal bagging regressor bizə nəticə verir 97. Faiz R-square burada isə 97.3. MA neydi? Bax, bizdə RMS ilə MA yuxarı olmağı yaxşıdır, aşağı olmağı yaxşıdır. Və bundan fərqini deyə bilən var bizə, mənə. Və ən vacib, bax, bu iki dənə şey var. Bu üçü də bu dördü vacibdir. Bu dördünün nə olduğu mənə deyən, izah edə bilən var. Belə danışırıq da, bilməliyik ki, həqiqətən biz bunu bilirik, yoxsa yox. Silahlar. Kim deyə bilər? RMS nədir? Mən bir soruşacağım. RMS şeydə root min square root'dur da.
Error. Root means Square error. sorry. Ha, root means square error. Ne deməkdir o? Tam olaraq. Burada məsəl üçün o şey göstərmişdi, formal göstərmişdi. Bir predictive-lə məsəl üçün independent variable vardı, coefficient vardı. X-la, Y-də bizdə məsəl üçün dependent. Orada Independent feature-la əlaqəsi yox. Dependent feature-la əlaqəsi. orada W var idi, axı W demişsiniz error idi orada. Ha, O erroru tapmaq üçün məsəl üçün ki nə qədər fərqlənir? Yəni real şeydən real nə qədər outcome-la fərqlənir? predict və outcome arasında olan fərq. Ha. Squared fərq. Aha, bəli. Bax, squared fərq. Bəli. Ki, O mean absolute error-da. Mean O nə elə ki? bir realla mean prediction absolute error başqadır. MA-yi başqadır. Yo. RMS-i onun arasında olan fərqin squared formasına gətirilib köküdür. average tapılması deməkdir. Bildin? Bax, squared. Bunların hamısının özünün şeyi var da axı. Bir de demişdi R-square adjusted. Biri tam silidir. Biri məsəl üçün adjusted-da məsəl üçün əlavə featurelar əlavə olunduqca, məsəl üçün deyək ki, error verirsə, onun elə bir nəticəsi şey olurdu, azalırdı. Amma qatqı sağlayırsa dataya, o zaman onun dəyəri artır. Amma R-squared desən tam silirdi, özü artıb azalırdı. Ona görə demişsiniz ki, adjusted R-squared daha faydalıdır da istifadə etmək. Okay, o üzərində. Okay. Adjust R-square daha çox. Hadi buradadır. Adjust R-square daha çox hər əlavə independent variable-ın modeli olan fərqi deməkdir. Yəni ki, əgər belə deyimiz yeni feature bizim modelə hansı qatqıda bulunur, yoxsa yox. Bilirsiniz? Yəni ki, overfit eləməsin də, amma müəyyən bir information gain versin, yəni. Okay? Aydın deməli. RMS-i nə idi? RMS-i görürsünüz. Root mean squared error. Actual value-na bu isə predicted variable fərqinin square alınması, onun ortalıqda tapılması və onun sonra da alınması da, yəni ki, kök altına alınması. Çünki biz burada şeyini artırırıq axı. Power-ına görə artırırıq. 2 power-ına görə artırırıq. Ondan sonra da yəni biz power altına almalıyıq ki, cavabımızı tapaq. Amma ortalanmasını. MA-dəki şeyin ortalanmasıdır. Absolute error'un ortalanmasıdır. MA-yi harada tapmışsa MA-yi. MA-dəki şeydir. Yəni bildiniz o positive root şey vaxtdır. Root neydi? Absolute value-ni bilirsiniz siz. Yəni ki 5 çıxırsın 3. Absolute value-su 2-dir. 3 çıxırsın 5-in absolute value-su 2-dir. Mesela həmçinin müsbət pozitiv qaytarır. Bunun ortalanması MS deyirlər. Mean absolute error. Mean nə və ortalama. Neyse, çok qalmayaq. Tamam, danış. Okey. Bu neydi belə burada? Begin. Bu hissəyə baxdı. Biz burada gördük ki, bizim bax normal boosting, normal Bayesian regressionla Fourier regression arasında olan fərq bizim MS'imiz azalıb. O demək ki, error rate'imiz daha azdır. Pozitiv, yəni modelimiz daha yaxşı performans göstərib MS'yə görə. MA'yi 80.5, burada 90 idi, o da azalıb. O da mükəmməl bir faktordur. Deməli, random forest daha yaxşı işləyir. R-squared nə qədər artıq olacaq, o da yaxşıdır. Çünki bizim modelin nə qədər test datanın nə qədər yaxşı öyrəndiğini test yox, training datanın nə qədər yaxşı olanını öyrənir. Baxın. Adjusted R-squared 97'dir. Bu da 97'dir. Bu da yeni formada. Bu da onu göstərir ki, yeni add olan feature
hər hansı bir qatacaq. O da yaxşı bir şey. Yəni demək ki, mənim feature sayı artarsa, daha çox informasiyalar da modelim daha da yaxşı performans göstərəcək. Mate-dəki, yenə Mate azalıbdır. Bu da yaxşı bir şeydir. Mate heç baxmanız ehtiyac yoxdur. Adaboost da başqa bir modeldir. Bunun dərinə girməyəcəm. Adaboost deyib bunu keçəcəyəm. Yəni necə işləyəcəyini elə belə ucuzundan deyək də buralara girməyə ehtiyac yoxdur. Yəni. Adaboost nədir? Adaboost short for adaptable boosting deməkdir. Is a type of boosting algorithm. Bax, biz bagging haqqında danışdıq. Bagging boosting var daxil. Boosting algorithm that combines multiple weak classifiers to create stronger classifier. Every classifier is a classifier that performs only slightly better than random creation. Yəni ki, nə qayım? Bax, boosting nədir? Boosting deyək ki, mən datalar götürürəm, zəif modellər götürürəm. Bax, zəif. Bir datam üçün zəif modellər qururam. Bir də hər hansısa bir şeydir, performansını yaxşılaşmaq üçün hər hansısa bir parameter optimization eləmirəm. Heç bir optimizasiya eləmədən xırda zəif modellər qurur və bu zəif modellər artıq onun üçün buna toplamı verib birdən güclü model düzəldir. Buna deyirsiniz, necə olur? Çox dərin etməyə ehtiyac yoxdur. Yəni bir sözlə zəif modellərin toplanmış halına deyirlər boosting. Yəni boosting eləmədir, boost eləyir də belə. Zəifləri boost eləyib gücləndirir. Bunu belə qəbul edin. Adaboost works by training multiple weak classifiers on different subsets of training data, then combine the predictions to make fine prediction. Algorithm works as follows. Assign equal weight to all the training examples. Train a weak classifier on a subset of training data. Increase the weight of the misclassified example. Train another weak classifier on the same data but with the high adjusted to give more importance to a misclassified example. Repeat step 3. Gəlin buraya bax, bu hissəni oxuyalım. Olar. Demək deyir ki, assign equal weight to all the training examples. Nə demək? Bax, birinci buradan deyir ki, bax, Adaboost works by training multiple weak classifiers on different subset of training data. Bizim datamız bölüşdük subsetlərə. Şey kimi, bagging kimi, bax, bagging modeli kimi bunu da hissələrə böldük. Okay, anlaşıldı? Datamızı hissələrə böldük. To create stronger classifier. Deyir ki, sonra then combine their predictions to make final prediction. Bilin, bunu da topladı bir yerə. Bütün weak'də, yəni zəif prediction topladı. Bir də güclü prediction qurmağa. Algorithm works like this. Assign equal weight to all the training examples. Birinci, bütün feature'larıma, whole datalara şey deyirəm. Weight yox idi, mən weight x1, x2, xn. Ondan şey deyirəm. Hamısına eyni qədər şey verirəm, güc verirəm. Hamısına, bütün datalara hamısına eyni qədər güc verirəm. Okay? Amma düzgün bir şey deyil. Çünki mənim bəzi feature'lərim daha önəmlidir o birilərindən. Hamısı eyni deyil də. Mən razıyıq. Biz data train eləyəndə mənim bütün feature'lərimin feature importance eyni deyil. Bəziləri daha önəmli feature'ləri, bəziləri yox. Biz mən razıyıq yoxsa yox? Bəli. Then train a weak classifier on a subset of training data. Yəni biz datamızı hissələrə bölürük. Ondan sonra da bu weak classifier də, yəni hamısı eyni dəyərləndirmələr deyil, zəif olur. Increase the weight of the misclassified examples. Yəni biz bu modeli qurduq subsetdə. Biz görürük ki, bizim feature'larımızın bəziləri doğru deyil. Yəni biz outcome'ımız bizim x olmalıydı, y olubdu. A olmalıydı, B olubdu. Bu B olanlar var, B olub tapdıqlarının hansı B olub B. Onların şeyini, weight'ini artır. Weight'ini artırdım. Train another weak classifier on the same subset of data. But train another weak
classifier on the same subset of data, but with the high weights adjusted to give a more importance on a misclassified example. Deyir ki, təzədən bir daxil bir şeylər, ilk başda hamısının weighti eyni idi. Bu da weighti artır. Weight artır bir dəfə. Belə hansı featurelər ki, daha önəmlidir. Okay. O misclassified vardı, misclassified bizim informasiya hansı doğru deyil. Onu weightini artırır, ona daha çox dəyərləndirmə verir. Çünki bu da səhv edir. Deyir ki, bir dəfə mən treyn edirəm, görürəm ki, mənim training modelim düzgün deyil. Bunun üçün ad olmalıdır, B göstərir. Mən onu deyirəm ki, B-yə daha çox A-ya daha çox fokuslan. Bilirsiniz, buna kimi, bu görə treyn edirəm. Düz treyn edirəm, hansı tərcim, düz olan kimi treyn edirəm. Mən treyn edərsəm belə işləyir. Hər dəfəsində weight artırıram, səhv olanı yenə artırıram. Okay? Bax, boost edirəm də belə baxanda. Yəni mən səni öyrənməyə boost etmək üçün nə etməliyəm? Hər səfərində mən səni biraz da öyrətməliyəm. Hər dəfə yanlış edirəm ki, yox, bunu biləcək, buna daha çox diqqət elə. Deməsəm ki, baxıram ki, siz Adabush haqqında məlumatınız azdır. Deyirəm ki, okey, uşaqlar, biz Adabush haqqında sənə sual soruşdum, yanlış cavab verdiniz. Məsələn, Şahanə orada yanlış cavab verdi, nə bilmir, Niyəli orada yanlış cavab verdi, Əli Əhməd kimsə artıq yəni, yanlış cavab verdiniz. Mən deyirəm ki, okey, bunun üstündə fokusda bunu öyrənəyim. Siz də gəlirsiniz, yəni, şey eləyə bilmirsiniz, yəni, hər dəfəsində müəyyən bir yanlış öyrənirsiniz. Mən onu daha çox üstündə push edirəm, daha da önəmli verirəm, daha çox vaxt sərf edirəm, onu izahləməyə çalışıram falan, belə. Okay? Repeat steps 3-4 for a specific number of iteration until the error rate is significantly low. Yəni ki, düz tam anlayışınız olana qədər mən bunu davam edirəm. Combine the predictions of all the weak classifiers to make a final prediction. Axırda deyir ki, bütün bu featurelər, bütün subsetlər üçün 100 dənə, hərəsi üçün 50, birinin üçün 50 dənə, birinin üçün 30 dənə, birinin üçün 80 dənə eləmişik. Bu iteration eləmişik. Sonra bunlar cavablar toplayırıq. Ona görə qərar verir ki, okey, bizim final şeyimiz, modelimiz nədir? The key idea behind Adabush is that by giving more weight to misclassified examples, the algorithm can focus on the examples that are more difficult to classify and improve its overall accuracy. Yəni, belə tip olanda daha çox şey verər də, informasiya verər. Çünki siz zəif olduğun toskaya daha çox fokuslanırsınız. Okay? Anlayış var? Okay. sklearn. Yo. Okay. Adabush regressor. Bunu dedik, model import elədik. Modelimizi train edirik. Bax, Adabushda, bax, görürsünüzmü? Bax, bu boostingdir. Elə, biz bayaqlarım. Random forest deyəndə məcbur qaldı estimatorların sayını deyirdik. Bizim fikirlərimiz, datalarımız bölünsə belə hissələrə. Biz neçə dənə iterationdan keçməyini istəyirdik. Biz deyik ki, 100 dəfə bax buna. Bildim. Amma biz burada qərar verə bilmirik. Çünki biz burada nə almalıyıq? Öyrənənə kimi deyəcəyik. Bildim. Bundan sonra hər dəfə yanlış deyirsə, biz nə alırıq? Weighti artırırıq. Amma məsələn, bir informasiya öyrənmək üçün məsələn 3 dənə weight lazımsa, birini öyrənmək üçün 100 dənə weight lazım olar. 100 dəfə artırmaq, yəni weighini 100 dənə artırmaq lazım olar. Çünki çox daha çətindir, yəni daha çox artırır. Yəni hər dəfə öyrənmir artırır, belə. Okay? Ona da yenə performans matriximizə baxırıq. Görün, mənim MS-im yuxarıdır. MA-im o da yuxarıdır. 2 ilə çox fərqli. Vay. Ondan sonra da A-squared-dir yenə. A-squared düşübdür. Yaxşı bir şeydir. Adjust A-squared aşağıdır. MAP də aşağıdır. Hamısı 2 qat fərqli. Yəni boosting üçün, bizim bu datamız üçün boosting Adabush ən azından yaramır. Sonra gradient boosting. XG boost. Bax, XG boost çox önəmlidir. Mən XG boostdan bir dənə çox önəmli bir model yazmışdım o vaxtı. İkinci əl maşından price prediction üçün. Bu da məndə olmalıdır, yəni. Bir şey.
Model performance composition baxacaqlar. Okay. Məncə gəlin ara verək azca. Ondan sonra başlayalım. 5 dəqiqə ara verək, 3 dəqiqə, 5 dəqiqə. Hə, zəhmət Tamam. olar. Çox sağ ol.
Uşaqlar. Bəli. Başlayaq müəllim. Okay, gradient boosting. Gradient boosting nədir? Təxmin edin. Oxuya bilərsiniz. Bax, bu hissəsinə baxmayın. Bax, bu hissəsinə baxmayın. Buradan sonrasına baxmayın. Ancaq bu hissəsini oxuyun. Buradan. Bu hissəsini. Oxuyun, anlayışınız olsun. Sonra başlayın, orada davam edin. Bir dəqiqə. Baxıyorum sizə. Bir, 2 dəqiqə. Biraz uzun. Yəni belə bütün algoritm hamısına danışırıq da, bu boosting, bagging algoritmləri. Hərəsini bir-bir içinə girik də. Önəmlidir, yəni bilməli anlamaq. Bunların fərqini bilməlisiniz. Şöyle hansısa bir anlayış var. Bəli. Okay, nə anlamışsınız? Gradient boostingin elədiyi şey, məsələn, əvvəlki modeldə olan residual errorlar var. Onu weak learner vasitəsilə elə bir weak learner vasitəsilə yaxşılaşdırır da. Okay. Yəni previous model götürür, weak learner eləyir onu. Yəni dayanmadan ən yaxşı versiyasına gələnə kimi eləyir. Ondan sonra qutarır da, axırda da final prediction götürür. Okay. Yəni bu rezidualar üzərindən iş görülür də bir sözlə. Deməli, doğrudur. Okay, daha detallı girək. Məncə bunu oxuyaq. Hər kəs buradadır, dördümüz də buradayıq. Bəli. Bəli, buradayım. Bizim az qatmış, qoşulmuşuq. Nəsə, yükləyəcəm birazdan. Mən də opsiyonu yükləyim. Yüklənməmişim hələ, amma yükləyəcəm indi. Durub burada video. Okay. What's gradient boosting? Gradient boosting is another boosting algorithm. Bak, boosting algorithm. Bak, gradient boosting. Bildiniz bu fərqini deyil. Boosting algoritmdə bilirik də, biz weak learningləri öyrəndik. Yəni, artda strong learning'i keçirik də bu sözlə. Final modellara. Is another boosting algorithm that combines multiple weak learnings to create strong learner. The difference between other boost and the gradient boosting is that the former assigns different weights to different data points. Her data point'a müəyyən şey verir, weight verir. Her data point'a. While latter fits the model to a residual error of the previous model. Please, while the latter fits the model to a residual error of the previous model. Yəni deyir ki, bu residual error üzərindən gedir. Üzərindən yox yəni. Bilirsiniz? Yəni biri weight verir, sırf hər bir entry üçün, hər bir şey üçün, observation üçün yanlış olduğu formada, yanlış olarsa
weight'ini artırır. Yanlış varsa weight'ini artırır. Yanlış varsa weight'ini artırır. Burada deyir ki, bu şeydir. Yanlış rezidual errorlardan qərar verir. Yəni rezidual errorlar dəyərləndirməsini aparır. Yəni ki, rezidual error da biz bilirik. Rezidual error actual value ilə predicted value arasında olan fərq. Yəni fərqi görə dəyərləndirir. Bu yes or no-ya görə dəyərləndirmir. Yəni ki, düzgün olub olmaz, düzgün bu düzgündürmü, deyilmi falan ona görə dəyərləndirmir. Okay? How does gradient boosting works? Gradient boosting works by sequentially adding weak learner to a model of weak learner and updating the weight of the training example based on the residual errors of the previous model. Algorithm works as follows. Gördünüz bax dediyimiz kimi residual erroru dəyişimindən görə weight artırır. Olmadığına görə deyil. Okay? So train the weak learner on a training data, compute the predictions of the weak learning, compute the residual errors of the previous model by subtracting the prediction value from the actual values. Yəni ki, residual nə deməkdir? Actual and predicted arasında olan fərq. Fit the weak learner to a residual error. Fit the weak learner to a residual error. Update the weight of the training example based on the fitted model residual error. Combine the predictions of the weak learner to make final prediction. Bildiniz? Yəni ki, birinci normal treyinirsən, sonra reziduallarını tapırsan, sonra reziduala görə prediktiv model qurursan və ondan sonra tapdığınız cavabı görə də şey edirsən, ümumi toplayırsan, şey edirsən, weak learnerlərlə birləşdirib strong learner düzəldirsən. The key idea behind gradient boosting is that bax gradient nə deməkdir? Gradually, yəni slowly. Okay? The key idea behind the gradient boosting is that by fitting model to residual error from a previous model, it can focus on the examples that were not well predicted by previous model and improve. Yəni ki, iki dənə model kimi qurmuş oldu. Birinci ümumi dataya görə dəyərləndirmə olunur ki, reziduallar tapsınsa da reziduala görə dəyərləndirmə olur. Hansı ki, rezidual ki, olan dəyərləndirmədə artıq ondan sonra da weight verir, klasa weight verir. Hər bir entry-yə weight verir. Elə ki, bu gradient boosting şeydir. Birinci normal training olandan sonra o weight'lər tapılır. Bu deyirsiniz ona. Reziduallar tapılandan sonra rezidualların gəlin dəyərləndirməsini görə dəyərləndirmə verir. Şeydir də başlayır. Elə ki, reziduallar kimi normal gəlir gradient boosting, yəni normal training and finding weak learners. Rezidual tapılandan sonra da elə ki, şey kimidir. Normal bizim Adaboost kimimizdir. Adaboostun bəzi daha gəlişmiş formasına deyirlər. Bax, gradient boosting bu sözlə. Bir mərhələ daha ötədir, yəni. Ancaq biz learning rate var, negative gradient var. Necə boş qoy bunları, buralara girmək dəyməz. Bax, model prediction. Bax, model prediction nə deməkdir? Bax, görürsünüz, bax. Birinci deyil model prediction. Bu isə training the model, weak learners. Ondan sonra alfa da bizim hansı bir şeyimizdir. Bizim coefficient'imizdir. Weak learner prediction. Weak learner prediction açıq ikinci bu weak learner rezidual tapılan sonra weak learner prediction'dır. Neyse, okey. Sonra da eyni formata gedib biz random state'imizə veririk ki, hamı üçün eyni olsun. Sonra testlə tam bizə train edirik. Biz tapırıq RMI 1.79 1.21 deyə. R-square'ımız artıb. Adjust R-square'ımız da artıb. Əməyimiz də azalıb. Sonra buna baxanda bizim Adaboost'umuza baxanda çox daha yaxşı nəticə göstərir. XGBoost. XGBoost nədir? XGBoost bunu da oxuyum, bir tez. Bu daha rahat olacaq. Bunu oxuyun. Amma anladınız bu temanı? Gradiyenti anladınız da deyə düşünürəm. Çətin olmalı deyildi. Anladıq hamımız? Okay. XGBoost. Bu nədir? Oxuyum bir dəqiqə. Dəqiqə. XGBoost bu arada çox önəmli boost algoritmdən biridir.
Okay. Başlayaq. XGBoost is a highly optimized implementation of gradient boosting algorithm. Yani gradient boosting'in daha da improved versiyasıdır. Okay. So how does XGBoost work? XGBoost works by sequentially adding weak learner to a model, updating the weight of the training example based on residual error of the previous model. The algorithm is similar to gradient boosting but includes several additional features by improve its performance. Deməli nədir? Deyir ki, bax, bu XGBoost nədir? XGBoost bildiyimiz şeydir. Budur. Gradient boostingdir. Amma nəsə bir şey əlavə olunub. Nə əlavə olunub? Deyir. XGBoost includes L1 and L2 regularization. Hə. XGBoost adding L1 var idi. L1 L2 regularization'dan nə idi? Yadınıza gəlir? L1 lasso-ydu, L2-dəki ridge idi, eləmi? Ridge regression. Hə. Bu nə üçündür? Bu overfitting məsələni həll etmək üçün. Çünki bax boosting algoritmlərin ən böyük problemlərindən biri çox ağır modellər olduğuna görə, bax boosting modellər ağır modellərdir. Baggingdən daha ağır modellərdir. Ağır modellər olduğuna görə bizim overfit olma şansımız çox yuxarıdır. Model çox performans göstərmir, amma overfit olacaq. Sonra ona görə biz L1 və L2 regularizerləri istifadə etməliyik ki, bizim modelimiz daha yüngülləşsin. Əgər overfitting məsələsini həll etsin. Ona görə də bizim, bax, gradient boosting, ada boosting, random forest. Bunun hamısında şey olma şansı var. Overfit olma şansı var. Biz overfit'i yoxlamalıyıq. Overfit olub olmadığına baxmalıyıq. Amma XGBoost'da yox. XGBoost'da internally içərisində bizim L1 və L2 regularizerlərimiz var. Yəni o model özü avtomatik olaraq əgər overfitsə bizim modelimiz özü həll edir özündə. Ki özünün içində bir şeylər var. Bilirsiniz? Yəni XGBoost'un overfit olma şansı yoxdur. Yeganə modellərdən biridir ki, overfit olmayacaq. Amma overfit olmamağı o demək deyil ki, mükəmməl nəticə verəcək. Sadəcə overfit olmayacaq. Bilirsiniz? Əgər XGBoost yaxşı nəticə verirsə, random forest qədər, XGBoost hər zaman ən yaxşı, daha yaxşı algoritmdir. Bunu bilin. Amma çünki overfit məsələsi yoxdur. Onu heç yoxlamaya ehtiyac yoxdur və heç bir zamanda olmayacaq. Okay? So, tree pruning. XGBoost includes the technique called tree pruning to remove irrelevant features and reduce the complexity of the model. Gördünüz? Weighted quantile sketch. XGBoost uses a weighted quantile sketch algorithm to speed up the computation of the split points in a decision tree. Okay? Nə deməkdir? Yəni ki, XGBoost 2 dənə iş görür. Ən vacib. Lazım olan fikirlər çıxardır. Lazım olan fikir. Bu nədir? Lazım olan fikirlər çıxartmaq L1 regularizerlərdir. Lasso regularizasyon. Lasso nədir? Mən fikir ortadan çıxarır. Yəni ki, 2-ni istifadə edir. Ridge regression istifadə edir. Şeyin koefficientini çox minimallaşdırır. Bilirsiniz? Belə bir şey. İkinci gördüyümüz listəki bizim weighted quantile sketch algoritm deyir. Yəni sırf şey deyir də, bizim bu deyib bax bu var ya bu şeylər, splittinglər, deyib bax belə splitting. Bunlar şeyin daha tezləşdirir. Bilirsiniz? Zamanlamasını. Yəni bir vaxt öldürmür də o işte. Budur. Sonra deməli biz də eyni formada XGBoost deyə şey eləmişik, import eləmişik. Sonra train eləmişik. Train'dən sonra da performans matrixini tapdıq. Görürük ki 150, 1.3, 96, nə bilə. Nəsə gördük ki bizim bu boosting algoritmlər içərisində indi gələcəyik biz. Boosting algoritmlər içərisində ən yaxşı nəticə bu göstərəcək böyük ehtimal. Sonra performance comparison. Yəni biz modellər arasında olan komparizasiyaya baxaq görə hansı nəticə daha yaxşı görübdür. Bax burada. Decision tree 181. Buraya görürük ki bizim ən yaxşı nəticə göstərən random forestdir.
Ümumiyyətlə biz baxsa görürük ki, random forest ən yaxşı nəticə göstərəndir. Amma bu şeydir. Random forest nə reqressiyasıdır? Boosting yox, baggingdir. Bunu deyə bilən var. Random forest boosting yoxsa baggingdir. Uşaqlar. Bagging deyildi. Biz görürük random forest bagging modelləri içərisində ən yaxşı modeldir. Və bütün modellərimiz içərisində ən yaxşı modellərindən qalsın. Bəs boosting içərisində gördüyümüz qədərincə X2 boost ən yaxşı nəticə göstəribdir. Elə? Bəli. Alright. Bu datamız üçün görürük ki, biz ümumiyyətlə bagging modelləri çox mükəmməl nəticə göstərir. Bax, bu ki, həm bagging regressor, həm də random forest ən yaxşı nəticə göstərib. Amma boosting algoritmlər içərisində X2 boost. Demək, bizim datamız sadəcə boosting üçün deyilmiş bir dəfə. Model hyperparameter tuning. Okay. Gəl, bundan nə olduqlarını baxaq. Bax, bunları oxuyaq biraz belə. Bunlar var burada. Never mind. Gəl, bunu oxuyaq. Look at about choosing the final model from the set of compared models depends on the various factors. Yəni ki, bizim baxmaq üçün çoxlu modellərimiz var. Biz nələrə görə dəyərləndiririk ki, hansı model daha yaxşıdır? Oraya görə. But looking at the evaluation metric. Check the evaluation metric of the model that you compare. Compare. Choose the model that performs the best based on the criteria. However, it's important to keep in mind that the model with the best performance of the training set may not necessarily be the best for a test. Therefore, it's important to check. Yəni ki, deyir ki, tək modelin training dataya görə, trainingin performansına görə çək eləmədi, test üçün çək elə. Bildiniz? Yəni, testdə, trainingdə önəmlidir yəni. Deyək, training 97%-dir, amma test üçün heç yaxşı deyil, 20%, 30%, yəni 10%, 15% fərq edir, 50% fərq edir. Bildiniz? Training test önəmlidir yəni. So, overfitting çək eləmək lazımdır. Check the overfitting of the model. The model that overfits the data may perform well. Yəni, overfitting məsələsini bilirik də, onsuz da. Training datamız mükəmməldir, test datamız yaxşı deyil. Model kompleksidir. Kompleks model yaxşı bir şey deyil. Çalışmaq ki, biraz daha general olsun. Kompleks model heç kim istəmir. Həm çətin olur. So, interpretability. Consider the interpretability of the model. Some models, such as decision trees, are more interpretable than others, such as neural network. If interpretability is important for the application, it may be better. Interpretation nə deməkdir? Yəni ki, göstərmək bacarıqdır. Yəni ki, daha informasiya axımı olan. Bildinmi? İnformasiya axımı daha yaxşı olan, daha çox anlayışlı modellər. Ya daha onu vizualize eləyə bilirsən, eləyə bilirsən. Amma məsələn üçün, bəzi modellər var ki, neural network falan daha çətin olur. Bir də runtime. Nə qədər vaxtı run olur. Çünki bu önəmli bir faktordur. Bəzən modellər saatlarla run ola bilər, günlərlə, hətta həftələrlə run ola bilər. Baxın dataya. Okay? X2 boost. Əgər bizim milyardlıq datamız varsa, gəl 2 gün gözlə ki, cavab çıxacaq. Okay? Choose the final model and boş ver. Burada nə deyir? Deyir ki, bax, random forest has lowest RMS'i and MA'i random forest. RMS'də MA'i aşağı olmalıdır. Indicate the average difference between the predicted and actual values are smaller. Also has a higher R-squared and adjusted R-squared, indicating the model explains the significant proportion of the variance in a target variable. It also has a low MAID, indicate that it has small average percentage error. Okay? Anası biz burada. Və deyir ki, not overfit deməli. Gördünüz, deyir ki, bax, random forest daha yüngüldür boosting modellərindən. Boosting model ağır modellərdir. Okay. Tuning the model. Tuning the model nə deməkdir? Model tuning demək ki, mənim bir şey var, hyperparametrlərim var. Hər bir modelin içərisində hyperparametrlər var. O parametrlərin olması.
doğru parametrlərin seçilməsi, dəyərləndirilməsi. Bu necə olur? Deyək ki, hyperparameter tuning modelin gücləndirilməsi üçün, daha yaxşı nəticə göstərməsi üçündür. Identify the hyperparameters. Before tuning the parameters, it's important to identify the parameters that can be tuned. Yəni, hansı parametrləri dəyərləndirəcəksiniz? Hər modelin özünün parametrləri var. Girirsiniz modelin şeyinə, modelin adını yazırsınız, avtomatik olaraq sizi Google-da modelin içəriyində, o içəriyində bütün parametrlər var, hamısına baxa bilərsiniz. Düzdür, hamısını dəyişdirmək ehtiyac yoxdur, amma bəziləri lazım olur. Important olanlar var. In the case of models, you have built decision tree begin budu. Some of the parameters that can be tuned include the number of estimator. Bax, number of estimator vardı, n estimators. Demişdik biz şeydə, random forestdə. Learning rate, maximum depth, minimum sample of split. Buna nədir? Learning rate nədir? 0.5 vardı, biz həm dəyərləndirmişdik. Demişdik, learning rate 0.5 olsun. Onu dəyişdirə bilərsən. Nə qədər çox yuxarı qaldırırsan, o qədər daha dəqiq öyrənir kimisindən. Amma çox yuxarı qaldırmaq üçün, çünki çox qaldırdan çox dəqiq öyrənəndə nə bir şey də ola bilər də, çox overfit də ola bilər. Maksimum depth, nə qədər dərinlikdə olsun, desəm ki, mənim trim olsun, 3 olmasın, olsun 15. Amma 15-dən çox olmasın da, maksimum olsun. Minimum split, sample split. Yəni, ən az nə qədər informasiya istəyib bölünsün, yəni ümumi bizim datamız. Yəni ki, minimum sample split-ləri deyək, hər sample'ımda olsun minimum 5 dənə şeydə sample, 5 dənə observation olmasın. Onun aşağıda olmasın. Çox aşağı olanda heç bir informasiya verilir. Determine the range of values for each parameter. Once you have identified the parameters, you need to estimate the range of the... Yəni ki, hər bir estimatoru, sonra bir estimator özünü dəqiq deyir. Bu estimator 100 verəcəm deyə demirsən. Başdan bir aralıq verməyə bilirsiniz. Deyirsiniz, məsələn, 0-dan 100 arası. Yəni 0, 100, 300, 500, 1000 falan belə gelirsən, hər şey üçün model özü yoxlayır. Deyir ki, okey, 100 üçün buydu, 300 üçün buydu cavablar, 500 üçün buydu və ən yaxşı bu nəticə göstər, onu keçir avtomatik olaraq. Deyir ki, orada bax, bir şey range verir. Ortalama bir şeydir. Hər nəsə bir, deyir ki, qiymətlər aralıqda hamısına baxsın. Sonra, hyperparameter tuning 2 formada ola bilər. Birinə grid search deyirlər, birinə randomized search deyirlər. Grid search odur ki, sən yazırsan ki, məsələn, bu parametr 10 dənə fərqli şey üçün, rəqəm üçün hesabla. O parametr 15 dənə, bu parametr 20 dənə. Amma sırf onlara görə hesablayır. Bir də randomized search deyirsən. Ortalama qoyursan, ortalamadan bir dənə rəqəm aralığı qoyursan. Orada məsələn, randomda gedir, birini buradan götürür, birini oradan götürür, birini belə götürür, 100 dəfə yoxlayır. Ona görə dəyərləndirməsi deyə ən yaxşısını seçir. Bilirsiniz? Gələcəyik biz bura. Anladacağım yəni. Bax, gəl belə. Bax, random forest'i tune eləməyə çalışaq. Daha yaxşı anlayarsınız belə. Bax, random forest'i. Bax, bura nə deyirlər? Bax, parametrlər. Bax, mən parametrlərimi vermişəm. Demişəm, n estimator'ım 100 olsun, 110 olsun, 120 olsun. Max depth'im 7 olsun, 5 olsun, 7 olsun, heç olması. Max feature size'ına 8-dən 1 arası olsun. Yəni ki, ən pis halda 80% feature'imdən istifadə elə. Deyək, mənim 5 dənə feature'im varsa, minimum 4 dənəsi istifadə elə. Yəni ki, hamısı istifadə elə. Bax, bu yəni deyirlər, bizim bu grid search'dür. Niyə görə? Grid search'dür ona görə ki, mən burada spesifik rəqəmlər vermişəm. O rəqəmlərin hamısını məsələn kombinasiyasını tapsın. Məsələn, bir dəfə 100 qoysun, 5-ə baxsın, 8-ə baxsın. 100 qoysun, 7-yə baxsın, 8-ə baxsın. 100 qoysun, heç olmasın burada 8-ə baxsın. Sonra 110 olsun, 5-ə baxsın, 8-ə baxsın. 110 olsun, 7-yə baxsın, 8-ə baxsın. Bu da 110 olsun, 5-ə baxsın, 1-ə baxsın. Bax belə. Bütün kombinasiyalar istifadə edir. Hamısını istifadə edir. Okay? Sonra random grid search deyir, run olub. Ondan sonra da bax, bunu elədinmi biz bunları? Sonra grid search run edir. Bax, grid search deyə bax, yazdık da. Grid search run elədi. Parametrlərimizi əlavə elədi. Tuned modelimizi əlavə elədi. Bax, bu tuned modelimiz budur. Yəni, normal modelimiz. Sonra scoring dedik. Scoring içərisində olur. Bax, bu grid search'in içərisində olan scoring bir şeydir. Ondan sonra da datamızı train elədik. Ondan sonra bax, best estimator deyə yazmışıq. Bax, best estimator hansı daha ən yuxarı nəticə veribdir. O best estimator'ımızı yenə biz modelimizi train eləmişik. Sonra da həmin modeldən gələn performansa baxırıq. Görürük ki, bizim modelimiz dəyişdi.
Və baxın bizim modelimiz yadınıza gəlir. Bax buna baxın. 130 idi. 1.30 idi. Ne 1.29 nə qədərdir? Bizim modelimiz biraz daha yaxşı oldu. MM'imiz 86 burada. Burada neçə idi? 86.5. R-square'imiz 97.3 idi. R-square'imiz burada 97.3'dür. Artdı daha da. Oldu. Yəni mən bunu nəçən tapdım ki, bu daha yaxşı nəticə göstərir. Buna da baxıb ayrıca, buna evdə baxarsınız ayrıca, run eləyəsiniz, baxın görün hansıdır. Yəni n estimator nə oldu, maksimum depth nə oldu, maksimum feature size nə oldu, belə. Siz təbii ki, bunu artıra bilərsiniz, bunu bizə də edə bilərsiniz. Oradan baxa bilərsiniz. Bilirsiniz? Ya da bunu 6 eləyərsiniz. Yəni, baxın da 8 eləyərsiniz. Hamısı üçün baxsın da. Daha dərin üçün. Amma nə qədər çox böyük olarsa bu, qısa hamısı üçün, bütün kombinasiyalar üçün gedir deyə, nə qədər çox olarsa, o qədər çox çətinləşir, daha çox vaxt alır. Okay? Choosing the final model. Burada nədir gəlmiş? Hə. Neyse, final model çözdür, görəcəklər first ən yaxşı nəticə göstərir. Feature importance. Biz bura baxırıq ki, hansı modelimiz daha yaxşı performans göstərir. Biz də görürük ki, okey, random forest daha yaxşı nəticə göstərir. Random forest seçdik. Sonra random forest'in içərisindən mən deyirəm ki, okey, mən kolumların listini götürürəm. Kolum listi içərisində feature importance deyə bir şey var, feature importance. Sonra da onu feature importance götürüb onu çıxardıram. Görürəm ki, mənim bax, modelimi içərisində, bax, bu modelim var da, bax, hansı ki, 97% şey verdi, adjust R-square verdi, mükəmməl nəticədir də bu. Bunu tapılmağının səbəbkarı olan featurelər hansılardır? Mən görürəm ki, o yüzden 40 neçə faiz, bax, sonra 4'də 40 neçə faiz informasiya sırf ginekoloji departmentindən gəlib. Yəni, ginekoloji departmenti bizə çox şey verir, dəhşət dərəcədə important, yəni, vacib bir feature idi. Sonra yaş qrupu 41-50 arası olan yaş qrupuna olan informasiya ilə 31-40 arası olan informasiya aşağı yuxarı eynidir, amma çox neçə faiz? 15% falan belə important. 15 budur, 40% də budur. 70% informasiya bildiniz, buradan gəlibdir, sırf bu 3 dənə feature'dan gəlibdir. Sonra belə. Və bax, bir zaman sonra heç bir əhəmiyyət kəsb eləmir, yəni. Bu feature'dan heç bir əhəmiyyət kəsb eləmir, heç bir əhəmiyyət kəsb eləmir. Okay. Sonra Business Insight-lərə girib buradan özlərinizi oxuyarsınız. Yəni, nə deməkdir? Bunlar belə. Anlaşdıq? Anladınız feature importance'ın nə olduğunu. Grid search, bax, yine bir dənə gələk. Bax, grid search budur. Grid search, bax, spesifik vəlilə verməkdir. Şeydə, randomize olanda, bilirsiniz, biz aralıq verəcəyik. Deyək ki, məsələn, 100 ilə 150 arası. Bilirsiniz, 100 ilə, belə deyək də, 150 arası. Bunlara baxsın. Şey kimi geçsin də, 10-10 geçsin. Bilirsiniz, belə deyil də, belə olmalı daha doğrusu. O deyil də, range var, range vardır. Vardır range. Ancaq gəlir, bax, belə bir şey də. Belə bir şey olsun, ondan 100'ə geçsin, onu falan belə. Bunu da eyni formada, bunu da eyni formada yaza bilərsiniz bir şeylər. Neyse. Anladınız? Bəli. Hə, bu qədər bu günlük. Bu yüklənmişdi. Videonu yükləyəcəm, təzədən bir də baxın ki, bu önemlidir. Biz bu modellərin gələn dərsimizdə bir 10 dəqiqə, 15 dəqiqə bu modellər üzərində bir də davam edəcəyik. Elə bilə T0-da üstdən keçmək ki, adımıza qalsın. Okay. Gələn dəfə mənim 2 dənə daha bir şeyim var. Projemiz başlayacaq bir yerdə. İnşallah. Bir dənə də proje task verəcəm sizə. Buradan. Okay. Evet. Çok sağ olun. Var olun. Siz sağ olun. Tamam.
Sualınız var ise?